Düşünün ki, bir səbəbdən dolayı öldünüz. Amma hələ də özünüzdəsiniz. Sadəcə bədəniniz hərəkət etmir. Ətrafınızı görə bilirsiniz, eşidə bilirsiniz, amma müdaxilə edə bilmirsiniz. Təcili yardım xərəsinin üstündə bir xəstəxananın qapısından keçirsiniz. Həkim başınızın üstündə soyuq-soyuq sizə baxır və siz qorxursunuz. Sonra sizi morq işçilərinə təhvil verirlər. Onlar da sizi mənfi 2-ci mərtəbəyə endirirlər. Morqda sizi normal xərədən dəmir xərəyə keçirirlər. Çılpaq olduğunuz üçün dəmirin soyuğu sizi ürpərdir. Morq soyuğu da fərqlidir, qoxu yoxdur. Çünki dünya bədəninizin qoxusunu belə istəmədiyi üçün morq düzəltdirmişdir. Çünki dünyanın sizinlə artıq heç bir işi qalmamışdır. Sizi aldatmış, alacağını da çoxdan almışdır. Düz 2 gün buz kimi yerdə təppətək gözləyirsiniz. Qorxursunuz əlbəttə. Sonra qapağı açıb sizi damdar bir tabutun içinə qoyurlar. Sıxılırsınız. Çünki normalda heç belə bir dar yerə girə bilməzdiniz. Artıq heç nəfəs də ala bilmirsiniz. Sonra cənazə avtomobilinə qoyulub məzarlığa doğru yola düşürsünüz. Atanız, qardaşınız, övladlarınız, ən sevdikləriniz məzarlıqda sizi gözləyirlər. Diqqət edin ki, o gün heç kəs rəngli geyinməyib. Çünki bu gün sizin gününüzdür. Doğmalarınızın gözündə bulud kimi dolub yığılan göz yaşları sizi görər-görməz leysan kimi axmağa başlayır. Sonra sizi ölü yuyan yerə aparıb bir gözəl yuyurlar. Başqa bir maraqlı fakt da odur ki, siz öldükdən sonra heç kəs artıq sizin adınızı çəkmir. Artıq sizin adınız meyitdir. Qassalın işi bitdikdən sonra sizi sımsıxı kəfənləyir. Ağappaq olursunuz. Sonra da dərin bir məzara indirirlər sizi. Ürpərirsiniz. Amma mən burada qala bilmərəm deyirsiniz. Nə desəniz də boşdur artıq. Yerə göyə sığmayan o bədəniniz damdar bir quyuya sığdırılır. Üstünüzə də taxtalar, daşlar düzməyə başlayırlar. İndi sizdən ən sevdiyiniz yaxınınızı düşünməyinizi istəyirəm. Çünki üstünüzə ilk torpağı da o atacaq. Maraqlısı da odur ki, bu etdikləri şey savabdır. Hikməti ondadır ki, Allah ölünü ona görə sevdiklərinə gömdürür ki, arxasından gedənlərə ibrət olsun deyə. Qazanmaq üçün ömrünü xərclədiyin o malın, mülkün də artıq sənə heç bir faydası yoxdur. Yəni aldadıldın. Sonra doğmaların səni orada tək qoyub bir məzarlığı tərk edəcəklər. Yapayalnız qalacaqsın. Vaxt ikindi vaxtı olur. 1-2 saat özün-özünə ağladıqdan sonra axşam olur. Qorxudan partlayacaq bir ödün belə yoxdur artıq. Günahkar yaşamısansa əlbəttə ki qorxacaqsın. Dünyada ikən bir Allah varmış kimi yaşadınmı ki indi Allaha sığınasan? İşıq yoxdur. Hər yer zülmət qaranlıqdır. Səs yoxdur. Çıt yoxdur. Gözlərinizi qapatmağınızı istəyirəm. Bax, eynən belə bir qaranlıq. Artıq nə olacağını bilmirsən. Həqiqətən, heç bu günə qədər ölümü düşünmədin ki. Sonra yanına 2 mələk gəlir. Dünyada necə yaşadınsa